Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyevin sözlərinə görə regionlarda yerləşən universitetlər rəqabət mühitində olduğu üçün eyni adlı ixtisaslarda fərqli təhsil haqları görmək mümkündür. Bakı şəhərində tələbələrin axını regionlara nisbətən daha çoxdur və burada Bakı şəhərində olan ali təhsil müəssisələri ilə təhsil haqqı qiymətlərinin eyni uyğun olması, eyni şəkildə də regionlarda ali təhsil müəssisələri ilə müqayisəli bir formada təhsil haqqının tənzimlənməsi universitetin əsas prioritetlərindən biridir. Məsələn, misal verək, Bakı Dövlət Universitetinin Qazax filialında illik təhsil haqqı əgər 1700 manatdırsa, bu xüsusilə də həmin regionda olan digər ali təhsil müəssisələri ilə eyni ixtisaslara uyğun olaraq təhsil haqqlarının ortaq qiymət olaraq çıxarılması müəyyənləşdirilir. Yəni, haradasa, tutaq ki, Gəncə Dövlət Universitetindən 1800-2000 manat olan həmin ixtisasın təhsil haqqı, əgər Qazax filialında ondan daha yüksək olarsa, əlbəttə ki, abituriyentlər daha çox Gəncə Dövlət Universitetlərini seçim eləyər. Bundan əlavə, ekspert paytaxtla bölgələr arasındakı sosial rifah fərqinin də nəzərə alındığını vurğulayır. Sosial məsələlərdə də Bakı şəhərindəki sosial vəziyyətlə regiondakı sosial vəziyyət əlbəttə ki, eyni deyil. Yəni, universitet haqlı olaraq Bakıda fəaliyyət göstərən həmin ixtisasın təhsil haqqını 2000-2500 manat təyin edərək, regiondakı həmin eyni adlı ixtisası 2000-2500 manat təyin edə bilməz. Yəni, burada müəyyən fərq olmalıdır. Həm sosial vəziyyəti nəzərə alır, həm də regiondakı digər ali təhsil müəssisələri rəqabəti nəzərə alır və ona görə də müəyyən ixtisaslar üzrə təhsil haqqlarını tənzimləyir. Milli Məclisin Elm və Təhsil